O vaxtı deməli ermənilər böyük miqyaslı hücuma başladılar Şuşaya. Şuşaya böyük miqyaslı hücum oldu. Əvvəl artilleriya hazırlığı getdi. 7-sinə 8-sinə keçən gecə biz Daşaltı yolunda durduq. Sonra dedilər ki, biz Xankənd tərəfdən gəlmək istəyirlər. Biz qayıtdıq Xankənd tərəfə. Atışırdıq. Hava açılırdı. Demək olar ki, açıldı, aydın görürdük. Baxırdım, Albert bir tərəfə baxırdı. Mən də komandir riski var, orada fırladırdım. Dedim ki, Alek, ona Alek də deyirdim çox vaxt, hələm çox vaxt Alek deyirdim ona. Dedim, Alek, sağda nəsə qaraltı var deyən baxdıq. Dedim, desən tank gəlir. Gördüm, doğrudan tankdır da bu gəlir. Onun atdığı bu, Corbacorun atdığı bizim üstümüzdən keçdi. Arkada tikili vardı, dəydi tikiliyə. O daş parçaları töküldü üstümüzə. Qışqırdım, dedim, Alek, vurdular, ikincini vurdular bizi. Dedi, narahat, onun bir dənə belə xasiyyəti vardı. Çox belə təmkinli idi, çox belə sakit. Mənə qayıtdı, ağa, uşaqlar mənə də ağa baba demir, ağa deyir. Ağa, narahat olma, təmiz Bakı ləhcəsində. Bir dənə knopka getdi. İndi görüm sakitçilidir, oradan da qara tüstü gəlir. İndi baxıram, deyirəm, Alek, nə oldu? Munsun deyirdin, özü belə əlini, munsun deyirdin, vurdum da, belə sakit, həbi ki, belə də olmalıydı da.